Quba şəhər bələdiyyəsi ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirib. Hesabat yığıncağında bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri və şəhər sakinləri iştirak edib. Hesabat yığıncağını giriş nitqi ilə açan Quba şəhər bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev geniş məruzə ilə çıxış edib və ötən ildə bələdiyyənin gördüyü işlərdən danışıb. Artıq öz həllini tapmış problemlər və gələcəkdə həlli nəzərdə tutulmuş problemlər barədə bilgi verib. O bildirib ki, Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun tövsiyələri əsasında şəhərdə mühüm abadlıq işləri həyata keçirilir. Vurğulanıb ki, bələdiyyənin əsas məqsədi şəhər icra hakimiyyəti ilə birlikdə bu inkişafı sürətləndirmək, sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və ictimai infrastrukturu daha da gücləndirməkdir. Sonra çıxış edən bələdiyyə sədri müavini Nizaməddin Əmrullayev qeyd edib ki, hesabatdan da göründüyü kimi il ərzində Quba şəhər bələdiyyəsi ərazidə diqqətə layiq işlər görüb. Lakin görülməsi vacib olan işlərin də çox olduğunu diqqətə çatdırıb. Bu günləri bizim Quba bələdiyyəsinin də 2025-ci ildə görülən işlərlə əlaqədar hesabat oldu. Biz seçicilər qarşısında bu günləri hesabatımızı verdik və bizim 2026-cı ildə qarşımızda duran vəzifələrlə əlaqədar da müəyyən məsələləri diqqətlərinə çatdırdıq və bizim seçicilərin də 2026-cı ildə bizdən gözləyəcəyi məsələlər var idi ki, onların qaldırılan həmin məsələlər biz onları diqqətə götürdük və inşallah bizim tədbirlər planımıza o məsələlər salınacaq və biz bu 2026-cı ildə də yaxşı işləməyə çalışacağıq ki, biz seçicilərimizin yanında üzümüz ağ olsun və bələdiyyənin üzərinə nə iş vəzifə düşürsə onun öhdəsindən layiqincə gəlməyə çalışacaq. Tədbirdə çıxış edən bələdiyyə üzvləri Hüseyn Ağa Baxışov və Şahin Musayev çıxış edərək bildiriblər ki, məhəllə komitələri ilə sıx əməkdaşlıq sakinlərin problemlərinin operativ həllinə, ictimai nəzarətin güclənməsinə və yerli özünü idarə etmənin daha funksional şəkildə həyata keçirilməsinə şərait yaradır. Tədbirdə bu istiqamətlər üzrə qarşıdakı dövrdə görüləcək işlər, mövcud strukturların təkmilləşdirilməsi və sakinlərlə əlaqələrin daha da gücləndirilməsi üçün təkliflər səsləndirilir. Sonda hesabat yığıncağı qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb. Sahib Məmmədli üçün Şuşalı Qafqaz TV üçün.